Salam əziz izləyicilər. Bu gün sizlərlə birlikdə fen müsabiqələri sınaq imtahanı 2007-ci sinif testini işləyəcəyik. Bu testdə sizə qaranlıq qalan yerlər olarsa, şərh bölməsindən yazmağı unutmayın. Sizin şərhlərinizi tez bir zamanda cavablandırmağa çalışacağam. Birincidə verilib, hansı maddənin suda həll olması təzyiq artdıqca artır? Biz bilirik ki, təzyiqi artmasından qazlar həll olması artır. Lakin duz kimi bərk, su kimi, maye kimi olanları isə təzyiqdən asılı deyil. Burada biz qazları götürəcəyik. Çay sodası bərkdir. Xörək duzu bərkdir, şəkər duzu bərkdir, şəkər tozu bərkdir, karbon qazı qazdır. C variantını götürürük. X burada səhvlik var, bunu düzəldim. 16 burada da 12. Burada da əslində səhv yazılıb. Bura gələndə sizə danışacağam. Hələ yazaq buraları. XO üssü mənfi 2 ionunda cəmi 50 elektron var. Bu ionundakı X ionu üçün verilmiş ifadələrdən hansı doğrudur? Oksigen 8-dirsə, protonu 8-dirsə, elektron da 8 olur. Biz bilirik ki, atomlarda proton bərabərdir elektron. Burada sayı 4 verilib. 8-i 4-ə vururuq 32. 50-dən çıxırıq 32-ni 18. 18-dən də çıxırıq. Burada mənfi 2 var. Onu çıxırıq. 16. Bizə yerdə qalır. X-in elektron sayı 16-dır. Proton sayı deyil. Onun da elektron sayı da. Burada onu düzəldim. Burada müsbət 4 verib. Demək ki, protonu elektrondan 4 vahid çoxdur. Burada 12 olacaq elektronu. Bu içini götürürük. Kütlə dədi 32 olarsa neytron sayı 16'dır. Burada kütlə dədi bu da doğrudur. 3'ü götürürük. Burada elektronu götürmürük. Çünki elektronu 12'dir. Vaxt itirmədən digər sualımıza keçək. Cədvələ əsasən hansı ifadələr doğrudur? Maddələrimiz verilib bir tərəfdə, bir tərəfdə suda həll olması, bir tərəfdə aqreqat halı verilib. Bunları ilk öncə hansı heterogen yoxsa homogen olduğu, heterogendirsə emulsiya yoxsa suspensiya olduğunu yazaq. Suda həll olması bu müsbətdirsə, yəni suda həll ola bilirsə bu homogendir. Təbii ki də homogen. Burada suda həll olursa buna da homogen yazaq. Y mənfi suda həll olmursa, mənfi suda həll olmursa bu emulsiya, mayedir həm də deyə emulsiya olur. Burada X qarışığını, su qarışığını süzmə üsulu ilə ayırmaq olar. Xeyr, çünki süzmə üsulunda heterogen maddələri ayırmaq olur. Heterogen maddələr də suspensiya olanları ayırmaq olur. Lakin bizdə homogendir. A gedir, ifadələr doğrudur. Hansı ifadələr doğrudur? Bizdə cavabımız da 2 dənə ola bilər. Y su qarışığını durultma suyla ilə ayırmaq olur. Düzgün emulsiyanı durultma suyla ayırmaq olur. Belə ayırmaq olur. Ayırıcı qıf ilə. Şəkildə göründüyü kimi bu ayırıcı qıfdır. Bunu götürürük. Z su qarışığını distillə üsulu ilə ayırmaq olur. Bəli, sadə distillə üsulu ilə ayırmaq olur. Homogen maddələri, bərkləri. Y su qarışığını distillə üsulu ilə ayırmaq olar. Xeyr, biz dediyimiz kimi bunu distillə üsulunda homogen olmalıdır. Ona görə distillə üsulunu ayırmaq olmur. Burada cavabımız B və C'dir. Burada X'in proton sayını müəyyən edin. S'in karbonun 6 protonu var. Oksijenin 8, Y'in 7. Burada bizdə başqa şey var mı? Deyəsəm burada aiddir onlar. Karbon yoxdur, lakin karbon verilib. Qəribədir. Neysə.
Bizdə X-i tapasayıqsa asan da olacaq. Bu oksijeninki 8 protondursa 8 de elektronu var. 8'i 4'e vururuq. 32. Burada müsbət 2 gəlirik bura. 34. Burada oksijeni Y hansıdır indi? Ha, Y budur. Y düzəldim. O 3 -1 verilib. Yəni 8'e 3'e vururuq 24, müsbət 1, 25, Y-in də 7'dirsə, üstünə də 7 gəlirik, 25'in üstünə 7 gəldirik, 33, səhv eləmirəmsə. Yox, 32 eləyir, 32 eləyir, səhv yazırdım. Həm, 34'ün üstünə 32 gəlirik. 66 82'den 82 çıxılsın 66. Burada 16 16 diye cevabımız X 16'dır. Bunlar silək. 70 derecede olan X plus su qarışığını hansı üsulla ayırmaq olmaz? Bu şey neydi? Kəskin dəyişir deyəsən. Suda həll olan maddənin miqdarının kütləsini. Biz burada suda həll olarsa, suda həll olmasıdırsa çox artır. Mənim fikrimcə az artır. Bunu düzeldim. Kiçik yazdım. Bu ne olabilir? Süzme üsulu ilə bərk olmalıdır. Ola bilər bu bərk. Lakin bu buxarlandırma ola bilməz. Çünki kəskin dəyişir də bunlar. Buradan bunu almasaq kəskin dəyişir 10. Birdən 25 gelir. Yəni kəskin dəyişir. Buxarlandırma üsulu ayırmaq olmaz. Buna bir də baxarıq birlikdə. X o üssü -3 4 iyonunun hər bir molekulunda 50 elektron var. Hər birinin molekulunda. Bu formula əsasən XH4 3 birləşməsindəki proton sayını hesablayın. X'i tapacaq. Asan olacaq. Hər bir molekulunda bir də molekul var burada indi. Bizdə 4 8'e vururuq. 32 32 3 gəlirik 35. 50'den çıxırıq 35'i 15'dir. X'in proton sayı 15'dir. 15 plus 3 tane 3 tane hidrojen var, atomu var. Burada protonu 1'dirsə 3 vur 1 18. Şəklə əsasən verilmiş ayrılma üsulu hansı ifadələr doğrudur? Bu suspensiyanın tərkibini alır. Xeyr. Bu yağdır. Yağ. Bu da sudur. Su yazım. Ayrıcı qıfdır doğrudur. Süzmə sulu deyil. Süzmə sulu suspensiyanın ayrılması ilə suspensiyanın tərkib hissələrinin ayrılmasıdır. Bir-birində həll olmayan maye qarışığının ayrılması doğrudur. 2 4. Ayrılması üsulu maddələrin sıxlıqları fərqinə əsaslanır. Bəli, suyun sıxlığı mayağın sıxlığından çoxdur, aşağıda qalır. Sıxlığı çox olan aşağıda, az olan yuxarıda qalır. Burada bizim 2 4 5'də cavabımız. Burada X müsbət 3, deyəsən bura 10 veriblər ya da elektron sayı, bu yazılıb deyə siliblər. Elektron sayı 10 verilibsə, 10 bura 10 yazaq.
proton sayıda, onda proton sayı asandır axı bu. A nədir indi? Deyəsən A neytron sayıdır. Neytron sayını tapmalıyıq. Bizdə müsbət 3-dürsə elektron iyonumuz müsbət 3 iyonudursa, proton sayı elektrondan 3 dəfə çoxdur. 3 vahid çoxdur. Onun üçün onun üstünə 3 gəlirik. Plus 3. 13. Bunu tapırıq. Kütlədə də proton plus neytron olur. İndi biz A'nı tapacaqsa, A'mız elektron, neytrondur, onu bilirik artıq. Neytron sayı A plus 13 bərabərdir 27. A bərabərdir 27 çıxılsın 13. A da bərabərdir 14. Cavabımız B variantı. Yəni neytron sayı. Bunları silim. Qeyd eləmişsinizsə. Artıq silim. Cavabımızı işarələyək. Verilmiş cədvələ əsasında hansı elementlər izotoplardır? İzotoplar bilirik ki, izotop protonları eyni olanlar proton işarədir. İzoton da ola bilir. Bəzilərdə ola bilir. Kütlədədir. Bilirik ki, burada izotop sayı, izotop demək protonları eyni olan deməkdir. Bunun 32-dən 16-nı çıxırıq. Yazım bura 16. 16-dan 8-i çıxırıq. 8. 40-dan 20-ni çıxıram. 20, 31-dən 15 çıxıram. 16. Burada eyni izotop proton sayı eyni olanlar X-lə T olur. Burada B variantı. Verilmiş maddəni müəyyən edin. Demək ki, burada bir dənə eynidir. Burada 1, 2, 3. Bunu rəngli yazım. Buna ağ yazaq. Bunu ağ yazaq, bilinsin. Ya çox bilinmir. Bunu rənglə eləyək ki, bilək. Bu başqa elementdir. 1-dir bu. Bu da 1, 2, 3 demək. X1'dir, Y'də 3. Burada da NH 3 doğru cavabdır. Kimyəvi birləşmələri göstərin. Kimyəvi birləşmələr. Burada SO2 kimyəvi birləşmədir. Saf maddədir. Saf maddədir. Natrium klor kimyəvi birləşmə. Duz, karbon, proton, SO. Bu kimyəvi birləşmədir. P4 değil. Samandadır. 3, 4, 6. D variantı. Hansı elementin çatışmazlığı dərinin və saçların zəifləməsinə səbəb olur? Burada xlor bizim bədənimizdə yoxdur. Natrium yoxdur. F dəmir. Bunu düzəldim. Səhv görsənməyib biraz. F dəmir qan azlığına səbəb olur. Bu deyil. Kükürt doğru cavabdır. Keyfiyyət tərkibi eyni olan kimya birləşmələri göstərim. Burada keyfiyyət tərkibi də deməkdirsə çay sodası deyildir. Biz yazaq bunları. Kiçik yazım. S3 H6O. Burada cevabımız çatır birinci N2 2'dir. NH4OH'dir. Səhv yazdım. Bunları sileyim. Burada 1, 3, 4 olacaq. O bilinir. Çünki keyfiyyət tərkibləri eynidir. Tərkiblər eynidir. 1, 3, 4. Cavabımız yoxdur deyəsən. Fikirləşin bunu. Şəkər S2. Tapdım. Bizdə natrium HSO3'dür. O deyil. Basitində S3H6O var. S2H5OH var.
Bu çay sodasında natriumdan başlayır. Indi S12H2211. Burada keyfiyyət tərkibləri 1, 3, 5 doğru variant B'dir. İşte elə bildim ki, nəşadə spirtin formulunu səhv saldım. H2O2 ilə hidrogen peroksidlə sonra düzəltdik. Sonra hansı adlandırma doğru değil? Karbon monoksit D-mono ile başlayır. Mono D1-2 bir monodur, D2'dir. Burada bunu silirik. Bu doğru değil değilse bir götürürük. N2O düzdür. Seçmirik. N2O5 pentadoksitdir. Bəli, bu doğrudur. Kükürt. Burada 3 yazılıb deyəsən 3-dürsə. Burada bunu götürürük. Çünkü 3 dioksit değil 2'dir. D 2'dir. 1, 4 C variantı. Şəkildə verilen qarışıq haqqında hansı fikir doğru? Bu yağdır. Bu su. Bu sıxlığı daha çoxdur. Sıxlıq çox. Sıxlıq az. Suda həll olan bərk maddənin qarşıdır. Xeyr, mayedir bu. Buxarlandırma üsulu ayrılmır. Ayrıcı qıf ilə durultma üsulu ayrılır. Suda həll olmayan maddələrin qarışığıdır. Doğrudur. C variantı. Suspenziya. Verilmiş qarışıqlardan hansı suspenziyadır? Suspenziya bərabərdir. Maye plus bərkdir. Neft su təbaşir tozlu bu götürmək olur. Bərk plus mayedir. Neft maye plus bərkdir. Maye plus mayedir, götürmək olmur. Benzin su maye plus mayedir, götürmək olmur. Qum su maye plus bərkdir deyə götürmək olur. Cavabımız 1 ilə 3. 1, 3 D variant. Hansı fizik üsullarla ayırmaq olar? Amonya fizik üsullarla qarışıqla ayırmaq olur. Fizik üsul. Bütün qarışıqlar, bütün nə fikirləşirsiniz qarışıq olaraq. Kimyavi birləşmələri, lakin fizik üsul qarışıq. Havanı demək ki, burada tapmaq olur ki, havada azot var 76%, oksigen var 21%, digər qazlar var 1%, 1% karbon var demək olar. Qalan qazlar da var. Burada havanı götürür, eti spirti kimyavi üsuldur, amonyak kimyavi, qrupuz kimyavi. Mayelerin qarışığı təsviri aşağıdakı kimi verilmişdir. Mayelerin X, Y, Z mayelerinin qarışığı təsviri aşağıdakı kimi verilmişdir. Z demək ki X, Y, X ilə Y suda həll ola bilir. Z böyük Y'in sıxlığı hamısından böyükdür. Y böyükdür Z-dən. Y böyükdür Z-dən. Bunlar gedir. Sıxlıqlara birində X və Y bir-birində həll olur. Bəli. Belə qat yaranmır. Bir-birində həll olub. Bunu düzəldim. Bir-birində həll olur. Sonra boşxanaya uyğun ifadələr müəyyən edin. Keyfiyyət tərkibi eynidirmi? Xeyr. Tipdə istifadə olunurmu? Bəli. Tərkibində eyni sayda oksigen var. Buna baxaq birinci. Tərkibində eyni sayda karbon atomu var. Xarakterik-yə malikdir. Bəli, xarakterik-yə malikdir. Burada 2, 5. Bir də bunlara baxın, tərkibində eyni sayda var. Yazaq bura. S2, H5.
OH. Natrium HSO3. Oksijenlər eynidirmi? Xeyr. Bunu götürmürük. Gözləyin. Karbona baxmışam. Bağışlayın, karbona baxmışam. Tərəfiyyət kimi eynidir. Tipdə istifadə olunur. Tipdə ikisi də istifadə olunur. İkisi olmayanları çıxaq. Məntiqlə gedək. İki olmayanları çıxacağam. Eyni sayda oksijen var. Natrium HSOH idi deyəsən. Səhv yazırdım. Natrium HSOH-dır. Natrium SOH-dır. Buradakı yerləri bəzən qarışdıra bilirik. OH-dır. Burada eyni sayda oksijen var. B variantı. Üzr sayın. Biraz səhvlik eləyə bilərəm. Səhərdən testlərə baxıram. Aşağıdakılardan hansı elektrik cərəyanı keçirir? Biz bilirik ki, qeyri-metallar elektrik cərəyanı keçirmir. Azot, oksigen, hidrogen gedir. Lakin karbonun şəkilləşməsi olan qrafit elektriği keçirə bilir. Bəziləri var. Onlardan biri də qrafitdir. Tritium izotopunda olan neytron sayı deuterium izotopunda olan neytron sayından neçə vahid çoxdur? Protium lazım bura. H1O1 H2 H1 2 H1 2 3 bir vahid bir hardadır. Bir deyəsən budur. A variantı. X -2 oyunda proton, neytron ve elektronların sayı cəmi 50'dir. X'in proton sayı neytron sayına bərabərdir. X plus X. Bir də X'dan müsbət 2X var. X müsbət 2 50. 3X bərabərdir 48. X bərabərdir 16. Bu 16 plus 16 32. Proton sayı tapdıq burada 16. Həm də neytron sayı tapdıq deyə 16 plus 16 32. SO üssü -2 4 və XO üssü -4 -3'dür deyəsən. Səhv yazın. -3 iyonlarının elektron sayı bərabərdir. X'in proton sayını müəyyən edin. Burada 16 protonlar değil, elektron değil. 16 plus 32 plus 2. 34'ün üstüne 16 gəlirik. 50. 32 üstüne 2 gəlir. 16 gəlir. 50 bərabərdir. 32 plus X. Bunlar bir-birine bərabərdir. Buradan 3 yazdıq. Bura 3 doğru oxunmur. Bunları toplayıb digər tərəfə keçirik. 50 çıxılsın 35. X də bərabərdir 15. Cavabımız B variantı. Hansı elementin allotropik şəkil dəyişməsi var? Allotropik şəkil dəyişməsi belə yazırıq. Elementləri yadda saxlamaq üçün C, O, S, S, I, P. Burada S karbondur. C, O, S, I, P. C karbondur. O oksijendir. S kükürtdür. Silisyum. Bu S silisyumdur. P də fosfordur. Burada da olan karbon D variantı. Hansı ayrılmış suların maddələrin sıxlıqlarına əsaslanır? Burada da durultma üsulu əsaslanır. Burada da dediyimiz kimi burada yağ sıxlığı azdır, suyun sıxlığı çoxdur. Beləliklə bütün sualların izahını yazdıq. Video xoşunuza getdisə kanalımıza
abunə olub like ata bilərsiniz. Həmçinin məni də xoşbəxt edərsiniz və mən də belə videoların davamını gəlməsini istəyərəm. Artıq sizinlə görüşərik sonraki videoda. Sağollaşaq.